Birinci qrup ümumi sınaq 20. Birinci sual. Binomun açılışında x üstü 4 y kubunun əmsalını tapın. T, k üstüne gəlinsin 1 bərabərdir kombinizon 7-dən k-ya x üstü 7 çıxılsın k mənfi y üstü k. Burada x-in qüvvətinin 4 olması üçün t çıxılsın k 4 olmalıdır. Buradan k-nı tapırıq 3. K 3 olduğuna görə t k üstünə gəl 1, yəni 4-cü hədd bərabərdir. Kombinizon 7-dən 3-ə x üstü 4, y mənfi y üstü 3 olacaq. Bir həddlinin əmsalını soruşur. Bu bir həddlinin əmsalı bərabər olacaq mənfi kombinizon 7-dən 3-ə. Və bunu hesablasaq, mənfi kombinizon 7-dən 3-ə bərabərdir mənfi 7 faktorial bölünsün 3 faktorial vur 4 faktorial. 4-ü ixtisar gedir 7 faktorialla. Qalır 5, 6, 7 bölünsün 3 faktorialda 6 olduğuna görə mənfi 35. Bir də A variantı olacaq düzgün cavab. İkinci sual. AS qövsü mərkəzi O olan çevrənin 5də 1 hissəsinə bərabər olarsa, daxilə çəkilmiş ABS bucağının dərəcə ölçüsünü tapın. AS qövsü çevrənin 5də 1 hissəsidirsə, yəni 360-ın 5də 1 hissəsi 72 dərəcədir. AS qövsü 72 dərəcə olsa, onda AS qövsünün söykəndiyi, AS qövsünə söykənən daha doğrusu daxilə çəkilmiş bucaq onun yarısıdır, yəni 36 dərəcə olacaq. Düzgün cavab ikinci sualda D variantı. Üçüncü sual. Kök altında 2, üstünə gəl 1 üstü x, üstünə gəlsin 1 kiçikdir 2 vurulsun kök altında 2 çıxılsın 1 üstü x bərabərsizliyini həll edin. Kök altında 2 üstünə gəl 1 və kök altında 2 çıxılsın 1 hasili 1-ə bərabər olduğuna görə bu 2 ədəd tərs ədəddir. Onda əvəzləmə aparsaq, yəni kök altında 2 üstünə gəlsin 1 üstü x-i bir t ilə əvəz etsək, onda kök altında 2 çıxılsın 1 üstü x 1 bölünsün t-yə bərabər olacaq. Və nəticədə t üstünə gəl 1 kiçikdir 2 böl t alarıq. Burada t müsbət ədəd olduğuna görə, çünki kök altında 2 üstünə gəl 1 üstü x üslü funksiya olduğuna görə mənfi ola bilməz. Bu bərabərsizliyin hər iki tərəfini t-yə vura bilərik. T kvadrat üstünə gəl t kiçikdir 2. Buradan t kvadrat üstünə gəl t çıxılsın 2 kiçikdir 0 alınır. T1 1, T2 mənfi 2'dir. Mənfi 2, 1. Parabola qollar yuxarı. Bunun mənfi hissəsi, yəni T daxildir. Mənfi 2, 1 intervalına. T bizdə kök altında 2 üstünə gəl 1 üstü x olduğuna görə buradan alırıq ki t, yəni kök altında 2 üstünə gəl 1 üstü x mənfi 2, 1 intervalına daxil olmalıdır. Kök altında 2 üstə gəl 1 üstü x mənfi 2-dən həmişə böyükdür. Bu hissə həmişə ödənir. Kök altında 2 üstünə gəl 1 üstü x kiçikdir 1 olması üçün x kiçikdir 0 olmalıdır. Ona görə də cavab olacaq mənfi sonsuzluqdan 0-a, yəni B variantı. Və əsas kök altında 2 üstünə gəlsin 1,
birdən böyük ədəd olduğuna görə işarə dəyişmir. Əgər 0-1 arasında olsaydı, işarə əksinə dəyişərdi. Dördüncü sual. X kvadrat üstünə gəlinsin 1. Üstünə gəl, modulcu x çıxılsın 1 bərabərdir 2. Modulcu x tənliyini həll edin. X kvadrat üstünə gəlinsin. Daha doğrusu çıxılsın 2 modulcu x. Hər tərəfdən 2 modulcu x çıxsaq. Üstünə gəl 1. Üstünə gəl. Modulca x çıxılsın 1 bərabərdir 0. İlk 3 hədd. Modulca x çıxılsın 1-in kvadratı. Üstünə gəlinsin. Modulca x çıxılsın 1 bərabərdir 0-dır. Mənfi olmayan iki ifadənin cəmi o vaxt 0 olur ki, bu ifadələrin hər biri 0-a bərabər olsun. Yəni 0 olmağı o vaxt mümkündür ki, bu hədlərin hər ikisi, bu toplananların daha doğrusu hər ikisi 0 olsun. Eyni zamanda 0-a çevrilsin. Birincinin 0-a çevrilməsi üçün modulca x bərabər 1, x ya mənfi 1 ya da ki, müsbət 1 olmalıdır. İkincini isə 0-a çevirən ədəd x bərabərdir 1. Hər ikisini eyni zamanda 0-a çevirən ədəd isə x bərabərdir 1 olacaq. Dördüncü sualda olacaq C variantı. Beşinci sual. İfadəsini sadələşdirin. Deməli, verilmiş ifadəni 1 bölünsün, 1 üstünə gəlinsin. İş şəklində yazıb məxrəcin qoşmasına vuraq. Daha sonra məxrəc müxtəsər vurma düsturuna görə, deməli, kvadratlar fərqi düsturuna görə 1 çıxılsın i kvadratdır, surət 1 çıxılsın idi. Deməli, 1 çıxılsın i bölünsün, 1 çıxılsın mənfi 1, yəni 2 olacaq. Bunu da hədbəhəd bölsək surətdəki məxrəcə alınacaq. 2-də 1 çıxılsın, 2-də 1 i. 2-də 1 çıxılsın, 2-də 1 i. Düzgün cavab olacaq 5-ci sualda A variantı. 6-cı sual. Tənliyini həll edin. Burada kosinus 4x və 6 sinus kvadrat x-in cəminin 1 olması verilib. Sinus kvadrat x-in dərəcəsini azaldaq. 6 vurulsun, 1 çıxılsın, kosinus 2x bölünsün, 2 bərabərdir 1-ə və kosinus 4x-i 2x ilə ifadə edək. 2 kosinus kvadrat 2x çıxılsın 1, üstünə gəlinsin, 3 çıx, 3 kosinus 2x bərabərdir 1. Daha sonra kosinus 2x'i t ilə əvəz edib, sadələşmə aparaq. 2t kvadrat çıx 3t üstünə gəlinsin 1. Bərabərdir 0 tənliyini alarıq. Buradan t1 bərabərdir 1, t2 bərabərdir 2-də 1. Onda əvəzləməni nəzərə alsaq, kosinus 2x bərabərdir 1, kosinus 2x bərabər 2-də 1 alınar. Birincidən 2x bərabərdir 1-i kosinus alır 2 pi k-da, k daxildir tam ədədlər çoxluğuna, x bərabərdir pi k alarıq. İkinci tənlikdən isə kosinus 2x bərabərdir 2-də 1 olmağından alarıq ki, 2x bərabərdir müsbət və mənfi pi bölünsün 3 üstünə gəl 2 pi n. N daxildir tam ədədlər çoxluğuna. Hər iki tərəfi 2-yə bölsək, alarıq müsbət mənfi pi böl 6 üstünə gəlinsin pi n. N tam ədədlər çoxluğuna daxildir. Beləliklə
6-cı sualda düzgün cavab olacaq A variantı. 7-ci sual. Nasos hovuzda olan suyun 3'də 2 hissəsini 7,5 dəqiqəyə boşaldır. Deməli, suyun 3'də 2 hissəsini 7,5 dəqiqəyə boşaldır. 5 dəqiqə işlədikdən sonra hovuzda 20 kub metr su qalarsa. 5 dəqiqə işlədikdən sonra hovuzda 20 kub metr su qalarsa. Əvvəlcə hesablayaq. 1 dəqiqə ərzində hovuzdakı su, nə qədər su boşalır və nə qədər su qalır. 3'də 2 hissəsini 7,5 dəqiqəyə boşaldırsa, yəni 7,5 dəqiqəyə 3'də 2 hissəsini boşaldırsa, onda 1 dəqiqəyə hansı hissəsini boşaltdığını tapmaq üçün 3'də 2-ni bölməliyik 7,5-ə. 7,5 də 15/2 deməkdir. Bu da bərabərdir. 3'də 2 vurulsun 2'də 15. Daha doğrusu 15'də 2. 15'də 2. Bu da bərabərdir 45'də 4. Deməli, 1 dəqiqə ərzində hovuzun 45'də 4 hissəsi boşalır. 5 dəqiqə ərzində onda hovuzdakı suyun 9'da deməli 4 hissəsi boşalar. 9'da 4'ü boşalar və qalar 9'da 5 hissəsi. Şərtə görə 9'da 5 hissəsi 20 kub metr olar. Bunu da hesablasaq 20'ni vurarıq 5'də 9'a bir dəfə, 4 dəfə 36 kub metr olacaq. 7'də düzgün cavab olacaq D variantı. 8-ci sual. Ox kəsiyinin sahəsi S ox kəsiyi bərabərdir. Kök altında 3-cü dərəcədən 9 bölünsün pi kvadrat. Hündürlüyü isə doğranı ilə 45 dərəcəli bucaq əmələ gətirən konusun xaricinə kürə çəkilmişdir. Deməli, konusun xaricinə kürə çəkilmişdir. Ox kəsiyi doğranı hündürlüyü ilə 45 dərəcə bucaq əmələ gətirir. Doğran hündürlüyü ilə 45 dərəcə bucaq əmələ gətirirsə, bu deməkdir ki, radius hündürlüyü ilə eynidir, bərabərdir. Ox kəsiyinin sahəsi bərabərdir. Konusun ox kəsiyi bu şərt daxilində bərabər olacaq R kvadratına. R kvadrat bərabərdir kök altında 3-cü dərəcədən 9 böl pi kvadrat şərtə görə. Onda radiusu tapsaq eləyəcək kök altında 3-cü dərəcədən 3 bölünsün pi. Kürənin həcmi soruşulur. Kürənin həcmi soruşulur. Buradan şəkildə bu bucaq 90 dərəcə olmalıdır. Bu şəkili yenidən təsvir edirəm. Şəkil belə olmalıdır əslində. Ox kəsiyi deməli bərabər yanlı üçbucaqdır. Eyni zamanda 45 olduğuna görə düzbucaqlı üçbucaqdır. Yəni ox kəsiyi bərabər yanlı düzbucaqlı üçbucaqdır. Kürənin həcmin
tapmaq üçün kürənin radiusunu bilmək lazımdır. Bu halda kürənin radiusu konusun oturacağının radiusu ilə üst-üstə düşür. Eyni olur yəni. Çünki kürənin mərkəzi konusun oturacağının mərkəzinə düşür. Çünki burada ox kəsiyi olan ABC üçbucağı düzbucaqlı üçbucaqdır. Diametrə söykənən vətərlər arasındakı bucaq düzbucaqdır. Ona görə də bu R həm də kürənin radiusudur. Kürənin həcmi də 3/4 pi vurulsun R-in kubuna bərabərdir. İxtisar aparsaq, kürənin həcmini taparıq 4. 8-ci sualda düzgün cavab Y variantı. 9-cu sual. Funksiyasının təyin oblastını tapın. Təyin oblastını tapmaq üçün 36 çıxılsın x kvadrat böyük bərabər 0. Loqaritm 3 əsasdan x kvadrat çıx 2x çıxılsın 8. Burada funksiyanın təyin oblastı x kvadrat çıxılsın 2x çıx 8 böyükdür 0 olmalıdır. Bu iki bərabərsizliyi sistem şəklində həll edək. Birinci bərabərsizliyin həlli x daxildir. -6, 6 parçası olacaq. İkinci bərabərsizliyin həlli bu kvadrat 3 ədlinin kökləri. Biri -2, biri -4 olduğuna görə x daxil olacaq. Mənfi sonsuzluqdan -2-yə birləşir 4 müsbət sonsuzluq. Və bu həlləri, bu aralıqları kəsişdirsək, -6 daxildir, -2, 4 və 6. 6 daxildir. -6, 6, mənfi sonsuzluq, -2, 4 müsbət sonsuzluq. Bu bərabərsizliklərin, bu aralıqların daha doğrusu kəsişməsi olacaq. -6, -2 və 4, 6 intervallarının, yarım intervallarının daha doğrusu birləşməsi. Ona görə də 9-da düzgün cavab olacaq A variantı. 10-cu sual. ABC, A1, B1, C1 düzgün üçbucaqlı prizmasının bütün tilləri 1-ə bərabərdir. D1 və Y1 uyğun olaraq A1, C1 və B1, C1 parçalarının orta nöqtəsi olarsa, AD1 və SY1 düz xətləri arasındakı bucağın kosinusunu tapın. Şəkli çəkək əvvəlcə. A, B, C, A1, B1, C1. Deməli, A1, C1-in orta nöqtəsi D1, digərinin isə B1, C1-də isə Y1. Bu orta nöqtələrdə, onda hər birinə 2/1, 2/1 düşəcək. Deməli, AD1 və SY1 arasındakı bucağın kosinusunu tapmalıyıq. Əvvəlcə bunları kəsişənə kimi birin digərinin, deməli, biri digərinə kəsişənə kimi paralel köçürək. AD1-i D1 nöqtəsi Y nöqtəsi ilə üst-üstə düşənə kimi paralel köçürürəm. Onda soruşulan bucaq, baxın, bu bucaq olacaq. Birləşdirsək, burada bura bir M nöqtəsidir. M, Y1, C bucağını hesablamalıyıq. Bütün tillər 1-ə bərabər olduğuna görə AD1 məsələn parçasının uzunluğu, SY1 parçasının uzunluğu da hər ikisi katetləri 1/1, 2/1 olduğuna görə hipotenuz eləyəcək
Deməli, kök altında 5 böl 2. Kök altında 5 böl 2. Kök altında 5 böl 2. MBS üçbucağı da düzbucaqlı üçbucaqdır. Yəni MC ABC üçbucağının hündürlüyüdür. Hündürlük kök altında 3A böl 2 olduğuna görə və A1 olduğuna görə bura kökdə 3 böl 2 olacaq. Onda M Y1S üçbucağından kosinuslar teoreminə görə yaza bilərik. 4-də 3 bərabərdir. 4-də 5 üstünə gəl 4-də 5 çıxılsın 4-də 5 vurulsun kosinus alfa. Buradan 4'te 5 vurulsun. Burada 1, 2 de olmalıdır. 2 vurulsun, 4'te 5 vurulsun kosinüs alfa. Buradan deməli 4'te 10 ixtisar aparmadan yazıram. Kosinüs alfa bərabərdir. 4'te 10 çıx, 4'te 3. Deməli 4'te 10 kosinüs alfa 4'te 7'dir. Buradan da kosinüs alfa 0,7 alınar C variantı. 11-ci sual ifadəsinin qiymətini tapın. Belə ifadələrdə kökün altındakı ifadə nəyinsə tam kvadratı olmalıdır. Kök altında 8'i 2 kök altında 2 yazırıq. Çıx kök altında 2. Daha sonra cəmi 3, hasili 2 olan ədədlər kök altında 3 çıx 1 olduğuna görə bu kök altında 3 çıx 1'in kvadratıdır. Daha doğrusu kök altında 2 çıx 1. Cəmi 2, hasili 3, 2 və 1 olduğuna görə kökdə 2 çıx kökdə 1'in kvadratı olmalıdır. Sadələşdirsək buradan çıxacaq kök altında 2 çıx 1, çıxılsın kök altında 2, kök altında 2'lər islah olunacaq, mənfi 1. 11'də A variantı. 12-ci sual. Kvadrat tənliyinin x bərabər 2 yeganə həllidir. ABC əmsalların cəmi 2'yə bərabərdir. Deməli A, B, C cəmi 2'dir. Daha sonra x bərabər 2 yeganə kökdür. X bərabər 2 kökdürsə, onda tənlikdə nəzərə alsa 4A üstünə gəl 2B üstünə gəl C bərabərdir 0 olacaq. Bir də x bərabər 2'nin yeganə kök olmağı o deməkdir ki, bu uyğun kvadrat 3 hədlinin kvadrat funksiyanın daha doğrusu təpə nöqtəsinin absisidir. Yəni mənfi B böl 2A'dır. 2. Mənfi B bölünsün 2A 2'yə bərabərdir. Buradan ikinci tənlikdən birinci tənliyi çıxsaq tərəf-tərəfə alarıq 3A üstünə gəl B bərabər mənfi 2. Üçüncü tənlikdən isə B bərabər mənfi 4A. Nəzərə alsaq, deməli 3A çıx 4A bərabərdir mənfi 2. Buradan A-nı tapırıq, mənfi müsbət 2. A müsbət 2'dirsə, onda burada nəzərə alsaq B bərabərdir mənfi 8 olar. A mənfi 2, A2, B mənfi 8'dirsə, tənliklərin hər hansı birində, birinci və yaxud ikinci tənliklərin hər hansı birində nəzərə alsaq, C-ni taparıq, müsbət 8. Beləliklə 12'də cavab olacaq B variantı. 13-cü sual. Həndəsi silsilədə B2 və B10'un hasili, B2 və B10'un hasili 16'dır. B4, B6, B8 hasilini tapın. B4, B6, B8 hasilini tapın. B6'nın kvadratı bərabərdir B2 vurulsun B10.
olduğunu nəzərə alsaq, onda B6-nın kvadratı 16 olmağından çıxır ki, B6 bərabər müsbət mənfi 4. B4, B6, B8. B4 və B8-in hasili də B4 vur B8 hasili də B6-nın kvadratına bərabərdir. Onda soruşulan ifadə olacaq B6-nın deməli B6 vurulsun B6-nın kvadratı, yəni B6-nın kubu olacaq. B6-nın kubu. B6 müsbət mənfi 4 ola bildiyi üçün B6-nın kubu da ola bilər müsbət mənfi 64. C variantı. 14-cü sual. Sinus 3x bölünsün limit x sıfıra yaxınlaşdıqda sinus 3x bölünsün x vurulsun x üstünə gəl 2 bərabərdir limit x sıfıra yaxınlaşır sinus 3x bölü x vurulsun 1 bölünsün x üstə gəl 2. Sinus 3x bölü x limiti 3'ə bərabərdir. Vurulsun limit x yaxınlaşır 0'a 1 bölünsün x üstə gəl 2'nin limitinə. Bu da ki 2'də 1'dir. Deməli cavab olacaq 1,5. Yəni A variantı. 15-ci sual. Sinus alfa mənfi 2 böl kökdə 11 olarsa, tangens kvadrat 2 alfanı tapın. Tangens kvadrat 2 alfanı tapmalıyıq. Tangens 2 alfanın açılışı 2 tangens alfa böl 1 çıx tangens kvadrat alfa və bu ifadənin kvadratı. Onda kosinüs alfanı əvvəlcə hesablasaq, kosinüs alfa bərabərdir müsbət mənfi kök altında 1 çıxılsın. Sinus kvadrat alfa o da 11'də 4 olur. Bu da bərabərdir müsbət mənfi kök altında 11'də 7. Onda tangens alfa sinus bölünsün kosinus olduğuna görə eləyəcək mənfi müsbət kök altında 7'də 2. Məxrəcdə kök altında 7, surətdə 2. Bunu bu ifadədə nəzərə alsaq, alarıq tangens kvadrat 2 alfa bərabərdir. 2 vurulsun. Müsbət, mənfi, müsbət 7'də kök altında 7'də 2 bölünsün. 1 çıxılsın. 7'də 4'ün kvadratı. Bu da bərabərdir. 7'də deməli 16 surətdə məxrəcdə olacaq. 7'də 3, onun da kvadratı 49'dur 9. Bu da bərabərdir. 7'də 16 vurulsun. 9'da 49 ixtisar aparsaq bərabər olacaq 112 böl 9 Y variantı. 16-cı sual. Funksiyasının və onun törəməsinin qrafikləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. 16. Y bərabərdir x kvadrat çıx 2x üstə gəl 1. Bunun törəməsi 2x çıxılsın 2'dir. Bunların qrafiklərini quraq. Birinci ifadəni x çıxılsın 1'in kvadratı kimi də yaza bilərik. Yəni bir vahid sağa sürüşdürülmüş parabola. İkinci isə 2x çıxılsın 2 düz xəttidir. Və bu düz xətt y oxun mənfi 2'də
X oxunu kəsir bu 1-də. Yəni belə bir düz xəttdir. Soruşulan sahə isə burada alınan bu sahədir. Bu sahəni hesablamaq üçün inteqralın sərhədləri biri 1-dir. Digərini tapmaq üçün bu iki funksiyanın tənliklərini bərabər götürüb x-i tapmalıyıq. X çıxılsın 1-in kvadratı bərabərdirsə 2x çıxılsın 1-ə. Buradan biri 1 tapılır. Digəri isə 3. X bərabərdir 3, x bərabər 1. Deməli, digər sərhəd, yuxarı sərhəd 3 imiş. Beləliklə, S bərabər olacaq. İntegral 1-dən 3-ə. Yuxarıda qalan, burada yuxarıda qalan düz xətt, aşağıda qalan isə paraboladır. Ona görə də birinci yazarıq düz xətti, çıxarıq parabolanı. Bərabərdir 2 vurulsun x çıxılsın 1-in kvadratı bölü 2 çıxılsın x çıxılsın 1-in kubu bölü 3. Sərhədlər 1-dən 3-ə. 3 qoysaq olacaq 4 çıxılsın 8 bölünsün 3. Bu da bərabərdir. Aşağı sərhəddin qiymətini yerinə yazanda, 1-i yazanda 0 eləyir deyə daha yazmasaq olar. 3-də 4. Bu da eləyəcək A variantı. 17-ci sual. Mərkəzi düzbucaqlı üçbucağın hipotenuzu üzərində olan çevrə onun katetlərinə toxunur. Əvvəlcə çevrəni çəkək. Düzbucaqlı üçbucağın katetlərinə toxunur. Şəkil belə olacaq. Bura A, bura B, bura C nöqtəsi olsun. Toxunma nöqtələrin M, N kimi işarə edək. Üçbucağın katetlərinin uzunluqları 2 və 4 olarsa, çevrənin uzunluğunu tapın. 2 və 4 olarsa, çevrənin uzunluğunu tapın. İndi çevrənin radiusunu tapmalıyıq. Radiusu tapmaq üçün toxunma nöqtələrinə radiuslar çəkək. R işarə edək. Onda katetlər 2 və 4 olduğuna görə düzbucaqlı üçbucağın sahəsi bərabər olacaq. 2 vur 4 bölü 2, yəni 4-ə. Sahə 4-dür. Sahəni başqa üçbucağa, iki üçbucağa ayırıb hesablamaq olar. COA üçbucağının sahəsi bərabərdir 2 vur R böl 2-dir. Hündürlüyü R-ə bərabər olan üçbucaqda. Ona görə sahəsi 2 vur R böl 2. Tərəfi də 2-dir. Digər COB üçbucağının sahəsi isə bərabərdir 4 vurulsun R böl 2-dir. Bu sahələrin cəmi düzbucaqlı üçbucağın sahəsinə, yəni 4-ə bərabər olacaq. Buradan R üstünə gəl 2R bərabərdir 4 alınır. 3R bərabərdir 4 olmağından R-i tapırıq. 4 bölünsün 3. Çevrənin uzunluğunu soruşur. S bərabərdir 2 pi vurulsun R. Buradan pi-ni 3 qəbul etməklə 8 alarıq. Cavab olacaq 17-də B variantı. 18-ci sual. 1-dən 10-a qədər bütün ədədlərə bölünən ən kiçik natural ədədi tapın. Yəni 1,
2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Bu ədədlərin əkobunu hesablamalıyıq. 1 və 2-nin əkobu 2-yə bərabərdir. 3 və 4-ün əkobu 12-yə bərabərdir. 5 və 6-nın əkobu 30-dur. 56 və 90. Daha sonra 2 12-nin əkobu 6-dır. 30 90-ın əkobu 90-dır və 56 da var. 2 12-nin əkobu 12-dir daha doğrusu. İndi bu 3 ədədin əkobunu tapmalıyıq. Əkob 12, 56 və 90. 12 bərabərdir 2-nin kvadratı vur 3. 56 bərabərdir 2-nin kubu vur 7. 90 bərabərdir 2-nin 2 vurulsun 3-ün kvadratı vurulsun 5-dir. Onda bunların hər üçün əkobunu tapsaq eləyəcək 2-nin kubu vurulsun 3-ün kvadratı vurulsun 5 vurulsun 7. Hesablasaq 8-i 5-ə vursaq 40, 40 vurulsun 9-u 7-yə vursaq 63. Bu da bərabərdir 2520 A variantı. 19-cu sual. P bərabər 8, Q bərabər 9 olarsa sadələşdirin. 2 bölünsün kök altında P çıxılsın kök altında Q çıxılsın 2 kök altında P bölünsün P çıxılsın Q bərabərdir. Birinci kəsri məxrəcini irrasionallıqdan azad edək. Qalacaq P çıxılsın Q vurulsun məxrəcə surətdə olacaq 2 kök altında P çıxılsın üstünə gəl 2 kök altında Q və çıxsaq bu kəsirləri qalar 2 kök altında Q bölünsün P çıxılsın Q. P və Q-nun qiymətlərin yerinə yazsaq 8 çıxılsın 9 2 kök altında 9. Bu da bərabərdir 6 bölünsün -1. Bu da -6-ya bərabərdir. 19-da cavab B variantı olacaq. 20. Həcmi 9 olan ABS, A1, B1, S1 prizmasında S1 ABS piramidası kəsildi. Qalan hissənin həcmini tapın. Şəkili çəkək. A, B, S, A1, B1, S1, S1, ABS, S1, ABS piramidası kəsildi. Qalan hissənin həcmini tapın. Ümumi həcm 9-a bərabərdirsə, indi burada piramidanın həcmi və piramida bərabərdir. S oturacaq. Oturacaqlar həm piramidanın, həm də prizmanın ortaq olduğuna görə və hündürlüklər eyni olduğuna görə piramida həcmi bərabərdir 3/1 S oturacaq vurulsun H və prizma bərabərdir. Prizmanın həcmi bərabərdir S oturacaq vur H-dır. Onda belə çıxır ki, piramidanın həcmi prizmanın həcminin 3/1 hissəsinə bərabərdir və prizmanın həcmi 9 olduğuna görə piramidanın həcmi 3 olacaq. 9-dan 3 çıxdıqda yerdə qalan hissənin həcmi soruşulur. 6-ya bərabər olacaq cavab A variantı. Yəni 9 çıxılsın 3 bərabərdir 6. 21-ci sual.
Tərəfi 8 olan kvadrat 64 kongruent kvadrata bölünmüşdür. Kvadratın daxilinə kiçiyinin sahəsi 9 pi olan 2 dairə çəkilmişdir. Rənglənmiş hissənin sahəsini tapın. 21. Kongruent deməli neçə kvadrata bölünmüşdür? 64 kvadrata bölünüb. Daxilinə kiçiyinin radiusu 9. Deməli tərəf 8-dirsə, burada hər bir kvadratın ölçüsü 1-ə bərabərdir. Onda burada kiçik dairənin diametri 6, böyüyünün isə 8 olacaq. Rənglənmiş hissənin sahəsi, rənglənmiş hissə buradır. S bərabərdir pi vurulsun. R-in kvadratı, böyük dairənin sahəsi 64, radiusu deməli 4 olduğuna görə olacaq 16 pi. Çıxılsın kiçik dairənin sahəsi 9 pi verilib. Bunların fərqi isə 7 piyə bərabərdir. 21-də düzgün cavab olacaq D variantı. 22-ci sual. Kök altında x üstə gəl 5 böyük bərabərdir 7 çıxılsın x. Burada birinci 7 çıxılsın x kiçikdir 0 olarsa və yaxud bərabər 0 olarsa, x üstə gəl 5 böyük bərabər 0 olmalıdır. Yəni kökün mənası olmalıdır. Və ya ikinci hal budur ki, 7 çıxılsın x böyükdür 0 olarsa, onda hər iki tərəfin bərabərsizliyin, hər iki tərəfin kvadrata yüksəldə bilərik. X üstə gəl 5 böyük bərabərdir 7 çıxılsın x-in kvadratı. Onda birinci halda alırıq ki, x böyük bərabərdir 7, x böyük bərabər mənfi 5 və buradan alınır ki, x böyük bərabərdir 7. Yəni 7 müsbət sonsuzluq birinci halda uyğun sistemin həllidir. İkinci halda isə 7 çıxılsın x böyükdür 0-dır. İkinci bərabərsizliyi açaq və həll edək. X kvadrat çıxılsın 14x üstünə gəl 49. Yığaq bir tərəfə. Bunu kənarda həll edib daha sonra digəri ilə kəsişdirəcəyəm. X kvadrat çıxılsın 15x üstünə gəl 44 kiçik bərabərdir 0. Bunun köklərindən biri 11, digəri isə 4'dür. Onda x daxildir 4, 11 parçası olacaq. Bunları kəsişdirsə, x kiçikdir 7, x daxildir 4, 11. 4, 7, 11. 4, 11 daxildir və 7-dən kiçik. İkinci sistemin həlli oldu 4, 7 yarım intervalı. Beləliklə bərabərsizliyin həlli olacaq 4, 7 yarım intervalı birləşir 7 müsbət sonsuzluq yarım intervalı ilə. Bu da bərabər olur 4 müsbət sonsuzluq yarım intervalına. 22-də ona görə də cavab olacaq A variantı. 23-cü sual. Oturacağı A-sı olan bərabər yanlı üçbucağın C bucağının tənböləni AB tərəfini D nöqtəsində kəsir. Bərabər yanlı üçbucaqdır. Oturacağı AC-dir. C bucağının tənböləni qarşı tərəfi D nöqtəsində kəsir.
Bu tən böləndi. Alfa, alfa. Və AC üzərində Y nöqtəsi götürülüb və DY DC-yə perpendikulyardır. DY DC-yə perpendikulyardır. Yəni YDC üçbucağı düzbucaqlı üçbucaqdır. AD-nin uzunluğu isə 3-ə bərabərdir. SY-nin uzunluğunu tapmalıyıq. Üçbucaq bərabər yanlı üçbucaq olduğuna görə C bucağı 2 alfadırsa, A bucağı da 2 alfaya bərabərdir. 2 alfa. Və D nöqtəsindən YS hipotenuzuna median çəksək, bu median tərəfin ortasına düşəcək və tərəfin ortasına düşdüyünə görə MDC üçbucağı bərabər yanlı üçbucaq olacaq. Ona görə də deməli MDC bucağı da alfa olar və DMA bucağı 2 alfa olar. ADM üçbucağına baxsaq, görərik ki, onun oturacağına bitişik iki bucağı bərabərdir. Yəni A və M bucaqları 2 alfadır. Ona görə də ADM üçbucağı da bərabər yanlı olduğuna görə DM də 3-ə bərabərdir. DM 3-dürsə YM və MC 3 olar. Yəni YS parçasının uzunluğu olacaq 6. 23-cü sualda cavab olacaq 6. 24-cü sual. A 1, 2, 3, B 4, 5, 6 və C 7, 8, 9 nöqtələri verilmişdir. AB və BC vektorları arasındakı bucağı tapın. AB vektorunun komponentlərini tapsaq, onun son uc nöqtəsinin koordinatından başlanğıc uc nöqtəsinin koordinatlarını çıxmalıyıq. Yəni B-nin koordinatlarından A-nın uyğun koordinatlarını çıxsaq, eləyəcək 3, 3, 3. BC vektorunun komponentlərini tapaq. C-dən B-nin uyğun koordinatlarını çıxmalıyıq. Burada da qalacaq 3, 3, 3 yenə. AB və BC vektorları bərabər vektorlar oldu. Bərabər vektorlar olduğuna görə bunlar arasındakı bucaq 0-a bərabərdir. Cavab olacaq 0. 24-cü sualda. 25-ci sual. İki çıxılsın loqaritm 3 əsasdan x bərabərdir. Loqaritm 3 əsasdan 3-də 5 modulca x üstünə gəl 2 tənliyini həll edin. Loqaritm 3 əsasdan x ifadəsinə baxsaq, burada x müsbət qiymət aldığına görə burada verilmiş modulu müsbət olduğu kimi açmalıyıq. Yəni loqaritm 3 əsasdan x bərabərdir. Loqaritm 3 əsasdan 3-də 5 x üstə gəl 2. Daha sonra loqaritm 3 əsasdan 3-də 5 x üstünə gəl 2 bərabərdir. Üstünə gəl loqaritm 3 əsasdan x bərabərdir 2. Buradan loqaritm 3 əsasdan 3-də 5 x kvadrat üstünə gəl 2x bərabər olacaq. Bərabər olacaq 2-yə. Onda 3-də 5 x kvadrat üstünə gəl 2x bərabər olacaq 9-a. Buradan 5x kvadrat üstünə gəl 6x çıxılsın 27 bərabərdir 0 olar. D1 bərabərdir 9 üstünə gəlinsin 135 bərabərdir 144. X bərabərdir. Burada 2 dənə kök alınır. Biri mənfi, digəri müsbətdir. Mənfi kökün götürməliyik. Çünki loqaritm 3 əsasdan x verildiyinə görə orada x mənfi ola bilməz. Dəyişən mümkün qiymətləri müsbət ədədlər olmalıdır. Deməli, mənfi 3 üstünə gəl 12 bölünsün 5. Bu da bərabərdir. 12-dən 3 çıxsaq eləyəcək 9. 5-ə böləndə 1,8.
25-ci sualda cavab olacaq 1,8. 26-cı sual. Yuxarıya atılan topun yerdən hündürlüyü HT bərabərdir 1 üstünə gəl 11T çıxılsın 5T kvadrat qanunu ilə verilib. Burada T demək zamanı H hündürlüyü göstərir saniyə və metrlə uyğun olaraq. Top neçə saniyə ərzində 3 metrdən çox hündürlükdə olar? Deməli, mənfi 5T kvadrat üstünə gəl 11T üstünə gəl 1 bu hündürlükdür. 3 metrdən çox olmalıdır hündürlük. Böyükdür 3 yazmalıyıq. Buradan 5T kvadrat çıx 11T çıxılsın üstünə gəlinsin daha doğrusu 2 kiçikdir 0. Köklərini tapaq. Diskriminant bərabərdir 121 çıxılsın 40 81. T bərabərdir T1 bərabərdir 11 üstünə gəlinsin. 11 çıxılsın 9 bölünsün 10. Bu eləyəcək 0,2. T2 bərabərdir 11 üstünə gəl 9 böl 20. Bu da 2-yə bərabərdir. Beləliklə T 0,2 2 aralığına daxil olduqda top 3 metrdən çox hündürlükdə olacaq. Hansı zaman müddətində soruşur bu mümkündür? Neçə saniyə ərzində mümkündür? Neçə saniyə ərzində qalıb 2-dən 0,2-ni çıxsaq, yəni 0,2-ci saniyə ilə 2-ci saniyə arasında 1,8 saniyə vaxt keçir. 1,8 saniyə müddətində. 27-də cavab olacaq 1,8. 27. Y bərabər fx funksiyasını və x0 nöqtəsində ona çəkilmiş toxunanın qrafiki üçün uyğunluğu müəyyən edin. Toxunanın tənliyi birinci yazmalıyıq. Toxunan düz xəttin biz hansı nöqtələrdən keçdiyini bilirik. Bir nöqtə, rəngi dəyişək. Bir nöqtə deməli bu nöqtədir. Bu -6, -3. Digər nöqtə isə bu nöqtədir. Bu nöqtənin də koordinatları deməli 2, 3-dür. İki nöqtədən keçən düz xəttin tənliyindən istifadə edəcəyik. 27-ci sualda yazarıq ki, deməli nöqtələr bunlar oldu -6, -3, 2, 3. Y bərabərdir kx üstünə gəlinsin 5 şəklində olmalıdır. Düz xəttin tənliyi k-nı tapaq əvvəlcə. K bərabərdir y2 çıx y1 yəni 6, x2 çıx x1 8, yəni 4-də 3. Deməli, toxunanın tənliyi 4-də 3x üstünə gəl b şəklində olmalıdır. Və məsələn bu nöqtələrdən biri, məsələn 2-3 nöqtəsini burada nəzərə alsaq, olacaq. Deməli 2-də 3x üstünə gəl b bərabərdir 3. Buradan da b-ni taparıq. B-ni taparıq. 2-də 3x yoxdur burada. Boş 2-də 3 olmalıdır. B bərabərdir 2-də 3. B-ni tapdıq 2-də 3. Beləliklə aldıq ki y bərabərdir 4-də 3x üstünə gəl 2-də 3. Toxunanın tənliyi oldu 4-də 3x üstünə gəl 2-də 3. Yəni C variantı. C variantı oldu 1-ə uyğun. Toxunanın tənliyinə paralel düz xətt. Toxunanın tənliyinə paralel düz xətt olması üçün onların bucaq əmsalları toxunanla eyni olmalıdır. Bu toxunanla eyni olan bircə variant var. O da D variantıdır. Bucaq əmsalı toxunanla eyni olan bircə D variantıdır. 2-yə uyğun D olacaq. 3-də toxunanın tənliyinə perpendikulyar düz xətt. İki düz xəttin perpendikulyar olması üçün bucaq əmsallarının hasili -1 olmalıdır. Yəni, toxunana perpendikulyar olan düz xəttin bucaq əmsalı -3-də 4 olmalıdır. -3-də 4. -3-də 4 B və Y variantındakı düz xətlərin bucaq əmsalıdır. 3-ə də uyğun olur B, Y. A variantı heç birinə
uyğun olmur. Deməli 1-ə uyğun C, 2-yə D, 3-ə B, Y. 28-ci sual. A, B, C, D, Y, F qabarıq altıbucaqlısının daxili bucaqları bərabərdir. A, B 3, B, C 4, C, D 5, Y, F 1 olarsa, D, Y və A, F tərəflərinin uzunluqlarını tapın. Deməli, bir altıbucaqlıdır. Bu altıbucaqlının AB tərəfinin uzunluğu 3, BC tərəfinin uzunluğu 4, CD tərəfinin uzunluğu 5 və YF tərəfinin uzunluğu 1-ə bərabərdir. DY və AF tərəfləri qalır. Onların uzunluqlarını soruşur. Və şərtdə bu altıbucaqlının daxili bucaqları bərabərdir. Altıbucaqlının daxili bucaqlarının cəmi 720 olduğuna görə 720-ni 6-ya bölsək hər biri 120 dərəcə olacaq. Hər biri 120 dərəcə olacaq. Deməli, bütün daxili bucaqlar 120 dərəcədir. Xarici bucaqların hər biri 60 dərəcə olacaq onda. Burada bucaqlardan istifadə edəcəyik. Deməli, bu AF tərəfinin uzunluğu A olsun, YD tərəfinin uzunluğu B olsun. Burada bunları belə uzatsaq, bu alınan üçbucaqlar bərabər tərəfli üçbucaq olacaq. Çünki iki bucağı 60 dərəcə eləyir. Xarici bucaqlara uyğundur bu bucaqlar. Xarici bucaqlarda daha doğrusu. Onda belə çıxır ki, burada alınan hər üç üçbucaq bərabər tərəfli üçbucaqdır. Onda bunlara bir M, N, K desək, AM, MF hər ikisi A-ya bərabər olacaq. Daha sonra YK və DK hər biri B-yə bərabər olacaq. BN və NC hər biri 4-ə bərabər olacaq. Və MNK üçbucağı bərabər tərəfli üçbucaq olmalıdır. Çünki onun da bütün bucaqları 60 dərəcədir. Onda bütün tərəflər də eyni olmalıdır. Tərəflərə baxsaq, bir tərəfin, MN tərəfinin uzunluğu olur A üstə gəl 7 bərabərdir. NK tərəfinin uzunluğu olur B üstünə gəl 9. MK tərəfinin uzunluğu olur A üstə gəl B üstə gəl 1. Buradan bərabərlikdən, bunların ikisinin bərabərliyindən B alınır 6. B alınır 6. Bunların ikisini bərabər götürsək, buradan A tapılacaq 8. Yəni AF tərəfinin uzunluğu 8, YD tərəfinin uzunluğu 6-ya bərabərdir. Cavab olacaq 6, 8 və 6. 29-cu sual. Bütün ədəd oxunda təyin olunmuş y bərabər fx cüt funksiyası üçün fx cüt funksiya gx tək funksiyadır. Belə bir funksiya verilib. hx bərabərdir 2 üstü x çıxılsın 2x fx üstünə gəl gx. İndi hesablayaq. Əvvəlcə h-1 yazaq. h-1 eləyəcək 2 üstü -1, yəni 2-də 1. Üstünə gəlinsin 2f-1. Üstünə gəlinsin g-1. h0. h0 bərabərdir 2 üstü 0, yəni 1. Burada x-in yerinə 0 qoysaq 0 eləyəcək, yazmıram onu və üstünə gəl g0. h1 bərabərdir. h1 eləyəcək 2 çıxılsın 2 f1 üstünə gəl g1. Və bunların cəmi tapsaq h-1 üstünə gəl h0 üstünə gəl h1.
bərabərdir. Burada J-1 və J1 Jx funksiyası tək olduğuna görə əks ədədlərdir. Əks ədədlərin cəmi 0-a bərabərdir. Bunlar islah olunacaq. Daha sonra f-1 müsbət f1-ə bərabər olduğuna görə, yəni fx cüt funksiya olduğuna görə f-1 və f1 bərabərdir. Onda bu iki həddə islah olunacaq. Yerdə qalacaq 2, 1 və 2-də 1-in cəmi, o da 3,5-ə bərabərdir. 29-cu sualda cavab olacaq 3,5. 30-cu sual. AB, CD və M-in mərkəzləri O və P nöqtələrində olan iki müxtəlif çevrənin ortaq toxunanlarıdır. İsbat edin ki, MY NK-ya bərabərdir. MY-nin NK-ya bərabər olduğunu isbat etməliyik. Burada A-ın parçasının uzunluğu X olsun. MY parçasının uzunluğu da onda X-ə bərabər olacaq. YK parçasının uzunluğu Y olsa, onda MK və MB mərkəzi P olan çevrəyə toxunanlar olduğuna görə MK MB-yə bərabərdir. Yəni MB də X üstə gəl Y olmalıdır. Daha sonra K-ın parçasının uzunluğun Z kimi işarə eləsək, ND parçası da Z olacaq. Çünki xaricdə götürülmüş nöqtədən çəkilmiş toxunanlar bərabərdir. Və O mərkəzli çevrəyə Y və S nöqtələrində toxunan NY və NS toxunanları çəkildiyinə görə S-nin də Y üstünə gəlinsin Z olmalıdır. Y üstə gəl Z olmalıdır. Və burada AB və CD bir-birinə bərabər olduğuna görə deməli AB-nin uzunluğu 2x üstünə gəl Y-dir. CD-nin uzunluğu 2z üstünə gəlinsin Y-dir. Bu bərabərlikdən alınır ki, 2x bərabərdir 2z, yəni x bərabərdir Z alınır. Burada AB-nin CD-yə bərabər olduğunu necə əsaslandırmaq olar? Bunu bir kənarda təsvir edeyim. Bunların bərabər olduğunu göstərək. Bu düz xətlər hardasa kəsişəcək. Bunların bərabər oldu. Buradan bura kimi məsafə bərabərdir. Bura A olsun, burada A olacaq. Daha sonra xaricdə götürmüş nöqtədən çəkilən toxunanlar bərabərdir. Onda A, C, B və D. Onda bura bir X nöqtəsidir. XA məsafəsi XC məsafəsinə bərabərdir. Yenə xaricdə götürmüş nöqtədən çəkilən toxunanlar bərabər olduğuna görə və bu məsafə tutaq ki, B olsun. Buradan bura kimi də B olsun. Onda AB və CD məsafələrinin hər birinə parçaların toplanması aksiyomuna görə B çıxılsın, A qədər qalacaq. Ona görə də AB məsafəsinin də CD-yə bərabər olduğunu belə əsaslandırmaq olar.